Proqramımıza rəng qatırlar. Bugün də proqramımızda qonaqlarımız olacaq. Nəzərinizə çatdırım ki, az sonra Ağdam şəhər Xanşinski adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdlərini, bir müəllimini də görəcəksiniz studiyamızda. Ona görə də bizdən heç yerə ayrılmayın. Sizin üçün dostlarımız canlı ifalar təqdim eləyəcəklər. Onun üçün də bizimlə qalmağınızı tövsiyə edirəm. Az sonra. İndi isə bəli, bizi daimi izləyən dostlarımız xorla dedilər. Bu Mənəm rubrikasının zamanıdır.
Çox sağ olun uşaqlar, minnətdaram bu ifaya görə, minnətdaram və xoş gəlmisiniz deyirəm. Necəsiz? Yaxşı. Yaxşı olun Ərsən. Buyur, sənin olsun mikrofon. Uşaqlar, biz indi sizinlə tanış olacağıq. Sizin adlarınızı mən bilirəm, amma istəyirəm ki, ekran qarşısında əyləşib bizi izləyən dostlarımız sizin haqqında ətraflı məlumat əldə eləsinlər. Elə səndən başlayaq dostlar. Mən Mirsazadə Uğur 299 saylı tam orta məktəbin 2B sinif şagirdiyəm. Buradan sinif rəhbərim Lalə müəllimə olmaqla bütün sinif yoldaşlarıma salamlarımı bildirirəm. Başda Sabir müəllim olmaqla və Xatay müəllimə öz təşəkkürlərimi bildirirəm. Aha, biz də təşəkkürlərimizi bildiririk və əziz dostlarımız nəzərinizə çatdıraq ki, Sabir müəllimi də elə görürsünüz, hal-hazırda studiyamızdadır. Xoş gəlmisiniz. Ansamblın bədii rəhbəri Sabir Həsənov və Xətay müəllimə də öz minnətdarlığımızı bildiririk. Çox sağ olsun və ötürürük mikrofonu o biri dostumuza, onunla tanış olaq. Salam, mən Rəhimli Mövsüm 3 nömrəli Şuşa məktəbinin 4-cü sinif şagirdiyəm və Ağdam rayonu Xanşiski Uşaq Musiqi məktəbinin 2-ci sinif şagirdiyəm və bizim üstümüzə əziyyət çəkən Sabir müəllim və Xətay müəlliməyə təşəkkürlərimi bildirirəm. Aha, biz də təşəkkür edirik. Növbəti dostumuzla tanış olaq. Salam, mən Xəlilov Elbar. Ağdam Xanşiski adına Uşaq Musiqi məktəbində oxuyuram və sizə 5-ci sinifəm və buradan Sabir müəllimə təşəkkür edirəm. Əməyi çoxdur və sizə buradan Xətay müəlliməyə də. Aha. Mehdi dostumuzu da tanıyaq, yaxından özü haqqında ətraflı məlumat versin. Mən Mehdi Məmmədzadə 284 nömrəli tam orta məktəbdə 6C sinifində oxuyuram. Buradan Günay Rüstəmova Günay müəlliməmə salam bildirirəm və şagirdlərimə salam bildirirəm. Salam, mən Babaşlardan Nuram, Musiqi məktəbinin 3-cü sinif şagirdiyəm. Bizim üstümüzə əziyyət çəkən Sabir müəllimə təşəkkür edirəm. Aha, bax sən ilk olaraq nağara çalırdın, daha sonra qoşa nağaranı istifadə elədin, hə? Bəli. Mənim də görüm, sən evdə məşq eləyirsən. Çox da Nağara yox. çalırsan evdə. Niyə? Ancaq musiqi məktəbində. Mənə maraqlıdır, aranızda evdə ifa eləyən var, məşq eləyən var. Sənə az sonra sualım olacaq dostumuz. Tanıyaq səni də. Aha, mikrofonu ver, zəhmət olmasa. Salam, mən Səid Səfərli, Ağdam Xanşiski adına məktəbdə oxuyuram. Müəllimim Sabir müəllim, məktəb müdirimiz Xətay müəllimə, üstümüzdə əməkləri çoxdur. Aha, minnətdarıq efir vasitəsilə tamamlamadın cümləni, onu gözləyirdim. Çox sağ ol. Və bu balaca dostumuza bir sualım olacaq. Dostumuz dedi ki, evdə nağara çalır, məşq eləyir, hazırlaşır və mənə çox maraqlıdır ki, yəni nağaranın səsi gürdür da, düzdürmü? Evdə çalırsan, bu qonşuları narahat eləyirmi? Heç şikayətə gələn olubmu? Qapını döyüb deyirlərmi? Bəsdir də, axı evdə otura bilmirik, yata bilmirik. Hə, dostum? Zəng vurub demişdilər ki, uşağımıza deyin zəhmət olmasa biraz yavaş çalsın. O yavaş çalmaq mümkündür nağaranı. O da mümkün deyil. Onda da mən də yığışdırdım qapına, qoydum şkafa. Ağıllı bala, görürsünüz, sözə qulaq asıb, yığışdırıb nağarasını qoyub kənara ki, musiqi məktəbində çalaram. Çünki başqa variant yoxdur. Çox sağ ol. Və bu dostumuz, sən, adın nə idi? Hə, Mövsüm, sən niyə ansamblın dəcəli kimi tanınırsan? Hə? Müəllimə Xətay xanım deyir ki, sən ansamblın dəcəlisən. Amma mən belə baxıram ki, sən çox sakit oğlansan. Hə? Burada nə dəcəllik eləyə bilər ki, dostumuz? Hə, nağaranı kimdən öyrənmisən? Neçə ildir məşğulsan? Nağaranı 2-ci sinifəm. Nağaranı özüm belə istəyirdim və anam belə qərara gəldi ki, qoyum və mən özüm də çox istəyirdim və Ağdam rayonu Xanşiski Uşaq Musiqi məktəbinə gəlirəm və 2 il orada nağaradan istifadə edirəm. Aha, öyrənirsən. Bəli. Hansı ritmi çalmağı xoşlayırsan? Zəngi. Qısaca bir dənə bizim üçün çala bilərsən? Aferin, aferin. Deməli, ən sevdiyin ritim budur. Hə, dostum, bəs səndə həvəs necə yarandı? Məndə bizim bütün nəsil musiqiçidir deyə mənə də həvəs yarandı, mən də getmək istədim. Aha, bütün bax say, babadan gəlir. Baba, ana, ata, bibi. Aha, hər kəs, evdə musiqiçilər çoxdur və onları görüb həvəslənmirsən, hə? Sən neçə ildə artıq məşğulsan musiqi ilə, nağara çalmağı öyrənirsən? 3. 3 ildə artıq. Bax, tamaşaçılarımız qarşısında canlı ifa eləyirsiniz də, düzdürmü? Bu həyəcanlandırır səni? Xeyr. Heç bir həyəcan yoxdur. Artıq 3 ildir təcrübə toplamısan, düzdürmü? Afərin. Bir çox vaxt tədbirlərə qatılırsınız, səhnəyə yəni çıxırsınız, belə televiziya verilişlərinə. Ən çox həyəcan keçirdiyin səhnə deyək də, hara olub?
harda belə həyəcanlanmısan, özünü itirmisən, güclə toparlanmısan özünü? Belə deyim, hər yerdə həyəcanlanırıq, çünki məsuliyyət tələb eləyir. Yəni, belə getdiyimiz har olubsa, yəni məsuliyyət hiss elədiyimizə görə həyəcanlanmışıq. Bu, yəni məsuliyyətdən irəli gəlir, normaldır. Aha. Və Elbarla da həmsöhbət olaq. Aha, Elbar, bax, nağara çalmağı bacarırsan, mükəmməl. Bundan əlavə, nağaradan əlavə hansısa bir məşğuliyyətin var? Xeyr. Ancaq nağara. Yəni, bu sahəni davam etdirəcəksən. Aydındır, uğurlar diləyirəm sənə. Çox sağ olun, minnətdaram Sabir müəllim, gəldiniz, iştirak elədiniz. İndi bu mənəm rubrikasına keçid alacağıq. Xanşinski adına, məhz Ağdam rayon Xanşinski adına Uşaq Muğam Musiqi Məktəbinin növbəti bir istedadlı dostumuz gələcək mərkəzdən və burada saz ifa eləyəcək. Ona görə də, əziz dostlar, siz isə heç yerə ayrılmayın. Sizi isə yola salırıq. Çox sağ olun, minnətdaram iştirakınız üçün. Bu mənəm rubrikası gəlir. Bu mənəm rubrikasını izlədiniz dostlar. Artıq Elşad da bizə qatıldı. Elşad da studiyamızdadır. Xoş gəlmişsən Elşad. Necəsən? Çox sağ olun. Yaxşı ol hər zaman. Mən istəyirəm ki, səni yaxından tanıyaq. Özün haqqında biraz ətraflı bizə məlumat ver. Əlşahlı Elşad Fəridoğlu. Mənim saza həvəsim var idi. Bir gündə babam getdi mənə bir saz hədiyyə etdi. Deyir ki, ala nəvə, bunu sənə hədiyyə edirəm. Mən də dəyərli Vəli müəllimim var. Vəli müəllim. Gəldim Vəli müəllimin yanında. 2 ildir gəlirəm bu sənətə, həvəsim var bu sənətə. Dalıcanda davam edəcəm, düşəcəm üstünə. Sazdan başqa hansısa məşğuliyyətin var? Bax, boş vaxtlarında məsələn saz ifa edirsən. Başqa bir məşğuliyyətin var. Hansı? Başqası yoxdur, amma evdə məşğul olam. Sazla məşğul olursan. Bəli. Aha, sizdə necə, nəsə bir narazıçılıq yaranmır qonşular arasında? Xeyr. Sazın ifası belə məlahətlidir, gözəldir. Hə? Dinlədikcə dinləmək istəyirsən. Bugün də sənin ifanı dinləyəcəyik. Hansı mahnını ifa eləyəcəksən bizim üçün? Sənnənəm. Aha, biz indi istəyirik ki, dinləyək. Hazırsan? Hazıram. Aha. Və elə bu mahnı ilə də dostlarımızla sağollaşırıq. Həm səninlə çox sağ ol, uğurların hər zaman bol olsun. Siz də sağ olun. Və necə ki, arzu eləyirsən ki, məşhur bir aşıq olasan, biz də onu arzu eləyirik. Məşhur olacam. Çox sağ ol, məşhur olacam. Əminliklə deyir dostumuz, mən də inanıram. Çox sağ olun uşaqlar, bizi izlədiyiniz üçün siz də çox sağ olun ki, proqramımıza qatıldınız. Və bu mahnı ilə də sizinlə sağollaşırıq. Çərpələngin növbəti buraxılışında görüşərik. Gözünüzə yaxşı baxın.